Değerli dostlar, hoş gördük sizləri. Salamlayıram yenidən sizləri. Xəzər rayonu Binə Safxoz arasında. Gördüyünüz kimi baxın 160 nömrəli şəhərdən gələn avtobusun astanovkası. Gördüyünüz kimi baxın 150 metrə, 100 metrə, 150 metrə maksimum məsafədə. Belə bir 2 mərtəbəli belə bir evin çəkilişində idi değerli dostlar. Girən kimi həyətə belə bir gözəl səliqəli belə həyəti var. Gördüyünüz kimi bu da evimizin baxın çöl görünüşüdür. Evimiz 2 mərtəbəlidir, 5-6 otaqdan ibarətdir. Gördüyünüz kimi bu vəziyyətdə 6 daş kürsüdədir. Keçə bir dənə evimizin içərisində də tanış olaq. Kombisi pitmə yuntkası baxın burada yerləşdirilib, kladovkası. Bu da evimizin həyət hissəsidir. Keçə bir dənə evimizin içərisindən də tanış olaq. Evimizin içərisindən tanış olaq. Belə bir giriş hissəmiz var değerli dostlar. Baxın. Belə bir giriş hissəmiz var. Burada kladovkası. Burada belə bir mətbəx hissəmiz var. Evimiz əşyalıdır. Sanitar sanzor qovşağı. Birinci mərtəbədə bax buradadır. Burası evimizin qonaq otağıdır. Değerli dostlar, bax gördüyünüz kimi belə bir qonaq otağı. Qalxaq bir dənə yuxarı değerli dostlar. Qalxaq bir dənə yuxarı. Burada bir dənə yataq otağı var. Prosta orada ailə olduğu üçün oranı çəkmədim. Qalxaq bir dənə yuxarı ilə də sizləri tanış eləyək. Yuxarı qalxdıqda değerli dostlar belə bir səliqəli belə bir koridor hissəsidir. Burada belə bir qonaq otağıdır burada. İkinci bir qonaq otağı yuxarıda. Burada bir yataq otağı burada var. Gördüyünüz kimi belə bir yataq otağı. Bu da şirin balalarımız üçün belə bir balaca yataq otağıdır. Buradan da keçirik balkona değerli dostlar. Buradan da çıxırıq. Evimizin balkonudur. Gördüyünüz kimi hal-hazırda balkondayam. Dörd bir yanı yaşayış değerli dostlar. Dörd bir yanı yaşayış. 160 nömrəli avtobusun son dayanacağı. Evimizin qiyməti 90 bin. Tam əşyalı. Əşyasız isə 85 bin manat. Allah alana da satana da xeyir versin. Səhifədə nömrəmizi qeyd eləmişik değerli dostlar. Sağ olun. 2 mərtəbəyə vaxtı görürsünüz.